Almaniya prezidenti Frank-Walter Steinmeierin dünənki təxribat xarakterli paylaşımından sonra Azərbaycandan rəsmi şəkildə üzr istəməsi bir daha sübut edir ki, istər hərbi, istərsə də informasiya müstəvisində qarşıya çıxan istənilən təhdidə qarşı Azərbaycan cəmiyyətinin birliyi son dərəcə vacibdir. Biz birlikdə güclüyük. Today Press xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz Facebook hesabında yazıb. Analitik qeyd edib ki, Azərbaycan cəmiyyətinin qəti etirazı Steinmeier administrasiyasındakı iki ölkə arasında münasibətləri pozmağa çalışan pro-erməni təxribatçıları dərhal ayıldıb. Stat. Hazırki beynəlxalq qeyri-sabitlik şəraitində Azərbaycan cəmiyyəti istənilən təhdidə çevik reaksiya vermək üçün daxili konsolidasiyanı gücləndirməlidir. Dünyada müşahidə olunan hazırki qeyri-sabitlik şəraitində, eləcə də Ermənistanın Azərbaycanın bütün tələblərini, o cümlədən Ermənistan konstitusiyasına dəyişiklikləri qəbul edən sülh sazişini imzalayana qədər Azərbaycan cəmiyyətinin konsolidasiyası olduqca önəmlidir. Statın sonu. Ramiz Yunus hesab edir ki, bu konsolidasiya ölkəmizə yönəlik istənilən risk və çağırışa operativ reaksiya vermək baxımından strateji əhəmiyyət daşıyır. Nobel mükafatı laureatı məşhur fizik Albert Einstein'in də dediyi kimi, İnanmaq inanmamaqdan daha yaxşıdır. Çünki inamla hər şey mümkün olur. Qiymət Mahir Namiq Abbasov, Today Press.